Salam değerli kanal izləyiciləri. Bugünkü videomuzda 1 iyun 2025 tarixində keçirilmiş 1-ci qrup blok imtahanından fizika suallarının izahı ilə tanış olacaqsınız. Diğer videolara baxmaq üçün də kanalı izləməyi, bəyənməyi unutmayın. Növbəti imtahanlarda da hər birinizə uğurlar. 31-ci sualdan başlayaq. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Bu tip sual topluda da var idi. Yəqin ki, görmüsünüz. Birinci rəqqas yaylı rəqqasdır, ikincisi riyazidir. Deməli, bunların tezlikləri bir-birinə bərabərdir. Deməli, birinci yaylı rəqqas olduğuna görə yaylı rəqqasın tezliyi 1 bölünsün 2 pi kök altında k bölü m. Hətta bura m1 yazacağım. Riyazi rəqqas üçün tezliyin düsturu 1 bölü 2 pi kök altında r bölünsün l'dir. Buradan 1 bölü 2 piləri ixtisar edirik. Hər tərəfi kvadrata yüksəltsək köklərdə gedər. K bölünmüş m1 bərabərdir r bölünsün l'ə. Bizdən də uzunluğu soruşur. K 8'dir. 8 bölünsün. M1 400 gram, yani 0,4 kilogramdır. J 10'dur. Buradan da L'yi taparıq. Deməli, 8 L'in 4 isə L bərabər olar 0,5 metr. O da bərabərdir 50 santim. Doğru cavab B. 32. Kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? Deməli, əvvəlcə yüklən işarələrinə baxaq. Yuxarıdakı mənfi Q, aşağıdakılar isə müsbət Q-dür. Bildik ki, verilmiş nöqtədə müsbət yükün elektrik sahəsinin intensivlik vektoru yükdən uzaqlaşır. Deməli, buna bir Y yazarıq. Müsbət yükün intensivliyini tapdıq. Diagonalda duran yük mənfidir. Mənfi yükün intensivlik vektoru verilmiş nöqtədə yükę doğru yönəlir. Bunu da çıxırıq. Deməli, yuxarıda da mənfi Q2 verilib, intensivlik özünə tərəfdir. Aşağıdakı müsbət yükün diagonaldakı intensivliyi də yükdən uzaqlaşır. Deməli, yekun intensivlik olacaq yuxarı. Yəni, bunu göstərməyə çalışaq. Bunlar Y eyni istiqamətdədir, 2Y. Arasındakı bucaq 90 dərəcədir, burada 2Y'dir. Paraqramı tamamlasaq, yekun intensivlik vektoru yuxarı yönələr. Hətta onun qiymətini də taparsınız, bucaq 90 dərəcə olduğuna görə. Əvvəlcə qeyd edək, cavab burada yuxarıda Y variantı. Qiymətini tapmaq istəsəniz, kök altında kvadratları cəmini toplayarsınız. Deməli, 2y'nin mötərizə kvadratı, üstə gəlsin 2y'nin mötərizə kvadratı şəklində tapmaq olar. Bu da olacaq 2, deməli, kök 2y. Əgər hesablamaq istəsəniz. Deməli, keçək 33-cü suala. Bir cins mane sahəsində çevre üzrə hərəkət edən yüklü zərci impulsu azaldılarsa, dövrətmə periodu və radius necə dəyişər soruşur. Periodun düsturunu bilirik ki, mane sahəsində hərəkət edən yüklü zərci üçün 2 pm bölü qb'dir. Period sürətdən, impulsdan, kinetikdən, radiusdan asılı deyil. Deməli, period dəyişməz. Radius isə mv böl qb və ya p böl qb şəklində də tapıla bilər. Deməli, impulsdan düz asılıdır. İmpuls azalırsa, radius azalar, period isə dəyişməz. Deməli, doğru cavab Y olar. 34. Vahid sualdır. Deməli, burada kulon vurulsun volt bilirik ki, joul'un açılışını verər. Kulon vurulsun volt bərabər 1 joule. Yəni, bu hansı düstura əsasəndir? Q bərabərdir A və ya W enerji. Digər tərəfdən də bilirik ki, joul'un açılışı 1 kilogram vurulsun metrin kvadratı böl saniyə kvadratıdır. Kök altında bu ifadələri nəzərə alaq. Yəni, joule bölünsün kilogram. Kulon vur voltun əvəzinə joule yazsaq. Onu da açılışını yazsaq. 1 kilogram vur metr kvadrat böl saniyə kvadrat bölünsün kilogram. Kilogramlar ixtisar olunlar. Metr böl saniyə çıxır buradan. Metr böl saniyədə bilirik ki, sürətin
vahidinə uyğun gəlir. Doğru cavab B. Gəldi 35-ci suala. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçir. Hansı mülahizələr doğrudur? Deməli, kütlə sabitdir. M konstant. V sabitdir. V konstant. P azalır. P azalır. Deməli, bilirik ki, izoxor prosesdə P ilə T düz asılı olur. Deməli, həcm sabit, təzyiq azalıbsa, deməli, temperatur azalır. Burada nələr verilib bizə baxaq. Birinci A variantına verib qazın sıxlığı azalır. Kütlə sabit, həcm sabitsə sıxlıq dəyişməz. Daxili enerji azalır verib. Kütlə sabitdir, temperatur azalır. Deməli, daxili enerji azalar B variantı. C təbii ki olmaz, daxili enerji artır verib, temperatur dəyişmir verib, bu səhvdir. Qazın sıxlığı artır verib, amma sıxlıq dəyişmir. Ona görə doğru cavab olacaq B. 36. Eyni cismi müxtəlif mayelərə saldıqda ipdəki gərilmə qüvvələri arasında münasibət T1 böyükdür, T2 böyükdür, T3 olub, mayələrin sıxlıqlarını soruşur. Eyni cisimdirsə bunun həcmi, kütləsi, sıxlığı eyni olacaq. Deməli, bu cisimlərə təsir edən qüvvələr çəksək, ağırlıq qüvvəsi aşağı yönəlib, Arximed qüvvəsi yuxarı yönəlib. Deməli, T bərabərdir mg çıxılsın F Arximeddir. Bizdən mayələrin sıxlığını soruşur. Deməli, cisimlər eynidir. Gərilmə qüvvəsi böyükdürsə, deməli, Arximed qüvvəsi kiçik olmalıdır. Arximed qüvvəsinin kiçik olması üçün deməli, mayenin sıxlığı az olmalıdır. Çünki F Arximed rho maye, J V batandır. Cisim tamamilə mayenin içində olduğuna görə elə V cisim yaza bilərik. Deməli, T1 böyükdür, verib T2 böyükdür, T3. Deməli, onda F Arximed 1 kiçikdir, F Arximed 2 kiçikdir, F Arximed 3 olmalıdır. Bunu da soruşa bilərdilər. Və bizdən mayələrin sıxlığını soruşur. Arximed qüvvəsi mayenin sıxlığından düz asıdır. Rho maye 2, o da kiçikdir. Rho maye 3-dən. Deməli, doğru cavab olacaq burada. 1 kiçikdir 2, kiçikdir 3. Y variantı. 37. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcillərin onların kütləsinin asılılıq qrafiki verib, bu qüvvənin qiymətini tapın. Deməli, hər bir nöqtədə təcilin kütləyə hasili sabit olacaq. Çünki AM-dən tərs asılırsa, demək qüvvə sabitdir. Hər hansı bir nöqtəni götürə bilərik. Məsələn, bir nöqtəsini və ya iki nöqtəsini. Məsələn, bir nöqtəsinə baxsaq, burada kütlə 5-dir, təcil 8. F1 bərabərdir M1 A1 deyək. 5 vurulsun 8. Neçə eləyər? 40 Newton. Eyni şeyi iki nöqtəsi üçün də yoxlaya bilərik. F2 bərabərdir M2 A2. M2 10-dur. A2 də 4-dür. Hasil yenə 40 Newton olar. Doğru cavab Y. Bərk cismin mütləq uzanmasının başlanğıc uzunluğa nisbəti necə adlanır? Demək, mütləq uzanma delta L-dir. Başlanğıc uzunluq L0-dır. Delta L-in L0-a nisbəti epsilon, yəni nisbi uzanmanı verir. 39. Konturdakı cəryan şiddəti 3 amper olan sarğacdakı maqnit seli 0.6 Weber'dir. I bərabərdir 3 amper. Maqnit seli Fi bərabərdir 0.6 Weber. Bizdən induktivliyi soruşur. L bərabərdir Fi bölünsün I. 0.6 böl 3 bərabərdir 0.2 Henry'e. Doğru cavab Y olar. Keçdik 40-cı suala. Difraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi var. Qəfəs üzərində tezliyi 6-14 Hz olan monoxromatik işıq düşdükdə spektrdə alınan maksimumların ən böyük tərtibini tapın. Bilirik ki, difraksiya qəfəsində maksimum şərti D sinus fi K lambdadır. Maksimumların ən böyük tərtibi deyilirsə, sinus fi 1-ə bərabərdir. Digər tərəfdən də D bərabərdir L bölünsün N-ə.
lambdanın əvəzinə də S bölünü ifadəsini yazarıq. Məsələn, bunları uyğunlaşdıraq. Deməli, sinüsü 1-dirsə, onda D bərabərdir K maksimum vur lambda. D-nin əvəzinə L böl N yazarıq. Bizdən maksimumdan ən böyük tərtibini soruşur. Lambdanın əvəzinə də nə yazırıq? S bölünsün N. Buradan da K maksı hesablamaq olar. K maksimum bərabərdir L vurulsun N bölünsün S vurulsun N. Ümid edirəm düz qoydum yerinə. Deməli, KSN bunlar birdir. Yerinə qoyaq. 1 millimetr məsafədədir. 10 üstü -3 metr. N 6 10 üstü 14'dür. S işıq sürəti 3 10 üstü 8. N də cizgilərin sayıdır 500. Buradan da ixtisarlar apara bilərik. Deməli, 3 ilə 6-nı aparsaq, qalar 2. Deməli, bu yuxarıda nə qaldı? 2, 10 üstü 11. Aşağıda isə nə qaldı? 5, 10 üstü 10. Deməli, 10 üstü 10 ilə bu 10 üstü 11'i aparsaq, qalacaq 10. 20 bölünsün 5 bərabərdir 4'ə. Deməli, maksimumların ən böyük tərtibi 4 olar. Düz xətt boyunca hərəkət edən cismin koordinatının zamanı hansı qrafiki vermişdir? Hansı hissələrdə cismin kinetik enerjisi artır? Bilirik ki, kinetik enerji sürətin kvadratından düz mütənasib asılıdır. Sürətin kvadratı ilə düz mütənasib asılıdır. Bizə lazımdır yeyinləşən hərəkət. Birinci hissəyə fikir versəniz, burada sürət mənfi, yəni sürətin proyeksiyası mənfidir, tərcihin proyeksiyası mənfidir. Bu bərabər yeyinləşəndir. Deməli, bir doğru cavabdır. İkincidə, burada sürət mənfi, ikinci hissədə sürət V02x mənfi AX müsbətdir. Deməli, bu bərabər yavaşlayan hərəkətdir. 2 səhvdir. Üçüncü hissədə başlanğıc sürət 0'dır, təcil müsbətdir. Deməli, bu da bərabər yeyinləşən hərəkətdir. Ox istiqamətində kinetik enerji ona görə artar. Yəni 1 və 3 hissələrində kinetik enerji artır. Gəldik 42-ci suala. 3 naqilin variantı silinlikdir. 3 naqilin voltamper xarakteristikası verilmişdir. Naqilən R1, R2, R3 müqamətləri arasında hansı münasibət doğrudur? Dövrə hissəsi üçün ohm qanununa görə I bərabərdir U böl R. Buradan da R'ləri müqayisə etmək olar. R bərabərdir U böl I. Deməli, U-ya yaxın olanın gərginliyi böyük, cəryanı kiçikdir. Onda R böyük olacaq. 1 U-ya daha yaxındır. Deməli, R1 böyükdür, R2 böyükdür, R3. 1, 2, 3. Doğru cavab D variantı olar. 43. Koordinatın zamanalsı qrafikinə əsasən harmonik rəqs edən cismin tərcihinin amplitud qiymətini tapın. Tərcihin amplitud qiymətinin düsturlarından biri də omega kvadratı xm-dir. Omeganın 2 pi böl t'dir, kvadratı 4 pi kvadrat böl t kvadratı vurulsun xm. Deməli, harda bir rəqs tamamlanır? 4 saniyə sonra. Deməli, period nəyə bərabərdir? 4 saniyəyə. AM bərabərdir 4 vurulsun pi 3'dür, kvadratı 9. T 4'dür, kvadratı eləyər 16. Xm də 0,2'dir. Deməli, buradan ixtisarlar aparmaq olar. 4 ilə 16 4 qaldı. 0,8 ilə də 4'ü ixtisar eləsək, burada qalar 0,2. 9'u da 0,2'ye vursaq, 1,8 metr bölü saniyə kvadratı alınar. Doğru cavab C olar. Növbəti sual 44. 44'də də variant silinibdir. Burada ümid edirəm həmin cavab olmaz. Olsa da tapmış olarıq. Demək, fotoeffekt zamanı udulan foton enerjisi çıxış işindən 3 dəfə böyükdür.
Y foton çıxış işindən 3 dəfə böyükdür. A çıxış. Bizdən də fotoelektrondan maksimal kinetik enerjisini soruşurlar. Bilirik ki, fotoeffekt üçün Einstein tənliyinə əsasən Y foton A çıxış üstə gəlsin Y kinetik maksimumdur. Deməli, Y fotonun əvəzinə yazırıq 3A çıxış bərabərdir. A çıxış üstə gəlsin YK maksimum. Deməli, 3'ü yaxşı yazıq. YK maksimumda bərabər olacaq 3 çıx 1, yəni 2A çıxış. Doğru cavab D olar. 45. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamanı hansı qrafiki vermişdir? Hansı zamanında cisimlər arasındakı məsafə ən böyük olar? Bilik ki, sürət zaman qrafikləri verilibsə, cisimlər eyni istiqamətdə hərəkət edirlərsə və aralarındakı başlanğıc koordinatı eynidirsə, zaman keçdikcə onlar arasındakı məsafə artır. Qrafiklər kəsişən anda isə cisimlər arasındakı məsafə maksimum olur. Bizdən də soruşur, hansı zaman anında maksimum olur? Bu sualın eynisi topluda var. Oradan da baxa bilərsiniz. C variantı. Sualı belə soruşa bilərdilər. Cisimlər arasındakı məsafə azalmağa başlayır. T4, T5 aralığında. Gəldik 46-cı suala. M1 və M2 kütlələri iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtə arasında qravitasiya qüvvəsi nəyə bərabərdir? Deməli, burada kütlələrin hasili və məsafələrə diqqət etmək lazımdır. Deməli, bizdən hansını soruşur? 1 və 3 arasındakini soruşur. Bu daha asandır. Bizdən 2 və 3 arasındakini də soruşa bilərdilər. Deməli, bu bölgələrin hərəsinə bir kimi baxsaq, deməli, 1 ilə 2 arasındakı məsafə olsun 2R. 1 ilə 3 arasındakı məsafə isə olsun deyəndə olur 1, 2, 3, 4. 4R. Bizdən də nəyi soruşurlar? F1, 3'ü. Deməli, F1, 2 bərabərdir J vurulsun. M1 deməli, M1 verilməyib bizə. M1 vurulsun. Yazarıq M2 bölünsün. Bunlar arasındakı məsafənin kvadratı, yəni 4R kvadratı, o da bərabərdir F-ə şərtə görə. İndi F1, 3'ü tapmalıyıq. F1, 3 bərabərdir J M1, M3 bölünsün. Bunlar arasındakı məsafənin kvadratı, yəni 16R kvadratı. Və M3 2M2'ye bərabərdir. Onu da yerinə qoysaq, R, M1, M3'ün əvəzinə yazırıq, 2M2 bölünsün 16R'in kvadratı. 2 ilə 16'ını da ixtisar etsək, G, M1, M2 bölünsün, olacaq 8R'in kvadratı. Deməli, məxrəc əvvəl 4R kvadratı idi, indi oldu 8R kvadratı. Məxrəc 2 dəfə artıbsa, deməli, qarşılıqlı təsir qüvvəsi də 2 dəfə azalmalıdır. Deməli, F bölünsün 2 olar. Doğru cavab, yəqin ki, burada A variantıdır. F böl 2. Növbəti sual 47. Bu da topluda var idi belə bir sual. Quru termometrlərin göstərişləri eynidir. T quru, T1 quru bərabərdir T2 quru. Eynidir. F1 65, F2 45'dir. Venn diaqramında uyğun bəndləri müəyyən etmək lazımdır. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Bəli. Əgər nisbi rütubət 100-dən kiçikdirsə, deməli T quru böyükdür T yaş. Bu hər ikisi üçün doğrudur, ortaqdır. Otaqdakı su buxar doymayandır. Bəli. Nisbi rütubət 100% olanda buxar doyan hala keçir. Deməli, hər ikisi doymayan haldadır. Otaqda mütləq rütubət daha böyükdür. Bunun üçün nəyə baxmalıyıq? T quru eynidirsə, nisbi rütubət böyük olan otaqda, deməli, mütləq rütubət də böyük olur. Yəni, birinci otaqda mütləq rütubət daha böyükdür. Bu olacaq 3.
İkinci otaqda parsial təzyiq olsun, mütləq rütubət olsun, daha kiçik olacaq. Deməli, cavab belədir. Birinciyə uyğun gəlməlidir 3, ikinciyə uyğun gəlməlidir 4, üçüncüyə 1, 2. 3, 4, 1, 2 doğru cavab B olar. Mayelərdə Pascal qanunun doğruluğunu hansı cihazla müəyyən etmək olar, yoxlamaq olar? Deməli, təbii ki, burada nə olacaq? Mayeli manometr olacaq. B variantı. Sabit həcmdə 49-a baxırıq. Sabit həcmdə verilmiş kütlədə qazın mütləq temperaturu 3 dəfə azaldıqda təzyiqi 500 Pascal azaldı. Qazın təzyiqin əvvəlki qiyməti nə qədər idi? Sabit həcmdir, V konstant. Verilmiş kütləli M konstant. Mütləq temperatur 3 dəfə azalıb. T2 bərabərdir. T1 bölünsün 3. Təzyiqi 500 Pascal azalıb. P2, P1 çıxılsın 500. Bizdən də elə P1-in qiymətini soruşurlar. V sabitdirsə, V konstant olduğuna görə P1 böl P2 deməli P ilə T düz asılı olacaq da. Bu da olacaq T1 bölünsün T2. Yerinə qoyaq ifadələri. Deməli T1 böl T2. T1 böl T2 neçə olacaq? 3 olur. Deməli yaza bilərik buradan P2-nin əvəzinə yaza bilərik. P1 böl 3 bərabərdir. P1 çıxılsın 500. Hər tərəfini 3-ə vuraq. P1 bərabər 3P1. 3-ə vurduq. 1500. Deməli 2P1'imiz olacaq 1500. P1 də olar 750 Pascal. Deməli doğru cavabımız olacaq C. 750. Növbəti sual 2W bölünsün fi hansı fiziki kəmiyyətin vahididir soruşulur. Deməli burada nədən istifadə olunub? Fi böl 2 düsturundan istifadə olunub. 2W bölünsün fi bizə nə verər? Cərəyan şiddətini verər. Doğru cavab C olar. 51. Sürtünmə əmsalı 0.5 olan üfüqi səth üzərində kütləsi 2 kiloqram olan arabacıq 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamanı asılığını ifadə edir? Əvvəlcə sürtünmə qüvvəsini tapaq. Sürtünmə bərabərdir mü n-ə. N də mg bərabər olduğundan mü mg alınar. Mü 0.5 m 2 j 10. Demək buradan şeylər 10 Newton. Dartı qüvvəsi 25-dir. Sürtünmə qüvvəsi isə deməli F sürtünmə isə 10 Newtondur. Dartı 25. Deməli bu cisim bərabər təcili hərəkət eləyər. Yəni hətta X oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edəcək. F dartı böyükdür F sürtünmə olanda bərabər yeyinləşən hərəkət edir. Ancaq cisim oxun əksinə gedir. Yəni oxun əksinə bərabər yeyinləşən variant uyğun gəlir C-yə. Əgər sürtünmə 10, dartı 10 olsaydı, onda X oxunun əksinə bərabər sürətli olardı. Gəldik hər ikinci suala. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladır. Əgər ip N nöqtəsində qırılarsa necə hərəkət edir? Əvvəlcə baxaq görək, verilmiş nöqtələrdə cismin sürət vektoru necə yönəlir? Saat əqrəb istiqamətində fırlanır. Hər bir nöqtədə sürət çevrəyə toxunan istiqamətdə yönəlir. N nöqtəsinə çatanda cismin sürəti şaquli aşağı yönəlmişdir. İp qırılarsa o elə həmin istiqamətdə hərəkətini davam elətdirər. Məndə olan test variantında cavab silinibdir. Yəqin ki, o da A variantı olardı. Şaquli aşağı yönələn. 53. Radioaktiv elementin 15 sutka ərzində nüvələrinin 8-də 7 hissəsi parçalandı. Bu elementin nüvələrin 16-15 hissəsi
neçə sutkaya parçalanar deyilir. Bu tip suallarda parçalanar, parçalanmaz bunlara diqqət etmək lazımdır. 8-də 7 hissəsi parçalanıbsa, yerdə parçalanmayan hissələr qalıb. Onu da tapmaq olardı. N böl N0 deməli nəyə bərabər olacaq onda? 1 çıxılsın, delta N bölünsün N0. Yenə vurğulayıram, nə deməkdir? 8-də 7 hissəsi parçalanıbsa, onda parçalanmayıb qalan hissəni də tapmaq olardı. Buradan 8-də 7-ni çıxsaq, qalar 8-də 1. Yəni 2 üstü -3. Deməli, və zaman verilib bizə T1 deyək. Neçə sutkaya? Bu elementin nüvələrinin sayı nüvənin 16-15 hissəsi neçə sutkaya parçalanır? Biz belə eləyək. N bölünsün N0 bərabərdir 2 üstü -T bölü T. Parçalanma qanunu nəzərə alacağım burada. Deməli, bu iki tənlim sol tərəflər bərabərsə, sağ tərəflər də bərabərdir. 2 üstü -3 bərabərdir 2 üstü zaman verilib bizə. Deməli, 15 kiçikdir 15'dir. Bölünsün böyük T. Yəni, yarım parçalanma periodu. Əsasları eynisə qüvvətlər də eynidir. Deməli, onda T bərabər 15 bölünsün 3, o da bərabərdir 5 sutka. Deməli, biz nəyə tapdıq? Yarım parçalanma periodunu. Deməli, bu dəyişməyəcək. Bizə də deyir ki, bu elementlərin nüvələrinin 16-15 hissəsi neçə sutkaya parçalanar? İndi biz T2-ni tapmalıyıq. Buna T1 deyək. T1 15 sutkadır. Tapmalıyıq T2-ni. Yarım parçalanma periodu da dəyişmir. Onda 16-15 hissəsi parçalanırsa, yerdə qalır 16-da 1 hissəsi. Yəni, 16-da 1-də necə yazmaq olar? 2 üstü -4 kimi. Yazıram 2 üstü -4 bərabər 2 üstü T2 bölünsün 5. Yarım çevirmə periodu dəyişmir burada. Əsaslar eyni, yeni qüvvətlər eynidir. T2 bərabər olacaq 4 vurulsun 5, 20 sutka. Cavab olacaq 20 sutka. Gəldik növbəti tapşırığa 54-də. Cismin sürətinin modulunun zamanası qrafiki vermişdir. Əvəzləyici qüvvənin işi üçün hansı ifadə doğrudur? Deməli, bilirik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Əgər kinetik enerji azalıbsa, məsələn, birinci hissədə sürət azalıbsa, deməli, burada görülən iş necə olar? Mənfi olar. İkinci hissədə bərabər sürətlə hərəkət edir, sürət dəyişmir, kinetik enerji dəyişmir, dəyişməsi 0 olduğuna görə iş də 0'dır. Üçüncü hissədə isə gördüyünüz kimi sürət artır, impuls, kinetik enerji artır və burada görülən iş A3 müsbət olur. Doğru ifadələr seçməliyik. 3'də iş mənfidir deyir, bu səhvdir. İkinci hissədə iş 0'dır, bu doğrudur. Birinci hissədə iş mənfidir, bu da doğrudur. Üçüncü hissədə iş müsbətdir, bəli, iş müsbətdir, bu da doğrudur. Birinci hissədə iş müsbətdir, səhvdir. Deməli, doğru cavab olacaq 2, 3, 4. Gəldi 55-ci suala. Havada yayılan 3 MHz tezlikli elektromagnet dalğasının uzunluğunu hesablayın. Dalğanın uzunluğu bilirsiniz ki, lambda bərabər ST və ya lambda bərabərdir. S böl nü düsturu ilə hesablanar. S 3 10 üstü 8'dir. Nü isə 3 megadır. 3 10 üstü 6 Hz deməkdir. 3'lər getdi. 10 üstü 8-dən 10 üstü 6 getdi. Qaldı burada nə? 100 metr. Doğru cavab 100 metr olur. 56. Vakuum diodunda anodla katod arasındakı gərginlik 40 volt olarsa, elektron hansı sürətə malik olar? Bilirik ki, sükunət halına hərəkətə başlayıb elektrik sahəsinin gördüyü iş kinetik enerjiyə bərabər olacaq. M elektron V kvadratı böl 2 bərabərdir Y uya.
Bizdən də sürəti soruşur. V bərabərdir. Kök altında 2YU bölünsün M elektron. 2 vurulsun. Y bölünsün M-in əvəzinə verilib 2, 10 üstü 11. Vurulsun U. U da 40'dır. Deməli, buradan 2 bunlardan çıxacaq. Ya da belə eləyək. 4, 16, 4, 10 üstü 6 metr böl saniyədir. Bu da elə 4 megametr böl saniyə. Deməli, cavab olacaq 4. 57-də sabit maqnetin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsi induksiya vektorunun istiqamətləri üçün uygunu müəyyən edin. Əslində, yaxşı olardı ki, burada bu qüvvə xətlərinin şəkil müstəvisi üzərində olduğu qeyd olunardı. Çünki o hər tərəfə bu şəkildə qüvvə xətlərini çəkmək olardı. Fərz edək ki, şəkil müstəvisi üzərindədir və qüvvə xətləri maqnitin xaricində N-dən çıxırdı demişdik. Xaricdə isə S-ə daxil olurdu. Bunu da yaddan çıxarmayaq. L nöqtəsində onda necə olacaq? Buna toxunan istiqamətdir. Yəni, aşağı olacaq. Və L nöqtəsində, M nöqtəsində sol tərəfə, K nöqtəsində isə yuxarı istiqamətdə olacaq. Yəni, indi bunları uyğunlaşdıraq. K nöqtəsində yuxarı yönəlib D, L nöqtəsində aşağı yönəlib C, M nöqtəsində isə sol tərəfə yönəlib D olacaq B variantı. Gəldik 58-ci tapşırığa, yazı tələb edən tapşırıqlar. Bu tip sual da topluda var idi, yəqin ki xatırlayırsınız. Ampermet deyir ki, K açarını açdıqda, demək əvvəl bağlıymış. Açar açdıqda ampermetrin göstərişi necə dəyişdi? Deməli, buradan yaza bilərik ki, IM bərabərdir. UM bölünsün tutum müqamətidir. XC. XC 1 böl omega C'dir. O da yuxarı qalxacaq. Olacaq UM vurulsun omega C. Deməli, burada yaxşı olar ki, qeyd olunsun ki, bunların dövrü tezliyi sabitdir. UM sabitdir. Deməli, əvvəlcə deyir ki, açar bağlı idi. Açar bağlı olanda iki kondensator ardıcıl birləşmişdi. 2S idi tutumu. Sonra açarı açanda S2 bərabər olacaq S. Buradan görürük ki, tutum 2 dəfə azalır. Tutum 2 dəfə azalıbsa, deməli, ampermetrin göstərişi də 2 dəfə azalar. Deməli, doğru cavab nə olacaq? 2 dəfə azalar. 59. Çəksiz link və blokdan ibarət sistemdə M1 kütləli yük asılıb. M1 kütləli yük asılıb. Deməli, linkin üfüqi istiqamətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Deməli, bunun tarazlıqda qalması üçün hər iki yükə M1 və M2 təsir edən qüvvələrin momentləri bir-birinə bərabər olmalıdır. Deməli, bura blokun çəkisi nəzərə alınma 300, burada 300 isə 300 Newton. Onda blokun asıldığı, daha doğrusu linkin asıldığı nöqtədəki ipdəki gərilmə 600 olmalıdır. 600. Deməli, M1 kütləli yükün qolu 1'dir. Deməli, bunun çəkisi ağırlığı 500'dür. Diğeri deməli 1 kilo olmalıdır. 100 olması lazımdır. Deməli, momentlərin bərabərliyini yazmalıyıq da. Burada M1 bərabərdir M2. Deməli, bunların kütlələrinin daha ağırlıq qüvvələrin cəmi də 600 olması lazımdır. Onda M2 bərabərdir 1 kilo olacaq. Çünki birinci momenti 500'dür. Diğerinin momenti 500 olmalıdır. 1 kilo yükü hardan asmalıyıq? 5 bölgü aralıdan 1, 2, 3, 4, 5. Deməli, S nöqtəsindən 1 kilo yük assaq. 1 kilo yük. Deməli, bunun da momenti nə qədər olacaq? Qol vurulsun ağırlıq. 1, 2, 3, 4, 5,
6. Daha sonra üzr istəyirəm. 1, 2, 3, 4, 5 dənə. Bəli, indi doğru oldu. Deməli, hər ikisinin momentin bərabər olması lazımdır. Yükün kütləsi olacaq 1 kiloqram, asılma nöqtəsi olacaq S. Yəni M2 bərabərdir 1 kiloqram, lazım olan nöqtə isə olacaq S. Gəldik sonuncu suala. Müvafiq şüalardan istifadə etməklə çökük sferik K güzgüsündə verilmiş cismin xəyalını qurun. Təbii ki, bunu qura bilməyəcəm, çünki onun şəkli verilməsi lazımdır. Sadəcə burada nəyə bilmək lazımdır? Çökük güzgüdə xəyalların qurulması zamanı nəyə diqqət etməlisiniz? Şüaların yollarını bilmək lazımdır əsas məsələ. Mən şüaların yolunu göstərirəm, siz də öz testinizdə baxa bilərsiniz. Bu baş optik yoxdur, bura F-dir, bura O nöqtəsidir, F, fokus. Burada O nöqtəsi olsun. Yəni 2 qat fokusda deyirik buna, 52 radiusda deyirik. Deməli, 3 dənə şüanın yolunu göstərəcəm. Nöqtənin harada olmasından asılı olmayaraq xəyallar özünüz qura bilərsiniz. Deməli, bir paralel gələn şüa F-dən keçir. Bunu bilməliyik. Sonra F-dən gələn şüa paralel gedir. Baş optik oxa. Bir də qütb mərkəzinə gələn şüa, onu da fərqli bir rənglə göstərək. Qütb nöqtəsinə daha doğrusu gələn şüa simmetrik olaraq qayıdır. Beləliklə videonun sonuna gəldik. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.